Gördüyünüz bu səs stabilizator sırğasının səsidir. Yəni bu avtomobildə nə rol oynayır? Avtomobildə yenisini qoymuşuq bura. Avtomobilin stabiliyini saxlayır. Yəni nahamar yollarda stabilizasiyasını təmin edir. Yəni avtomobil çox yellənməsin deyə. Bu da zaten səsi də gruntavoy yolda, yəni nahamar yolda getdiyi zaman avtomobil yellənərkən səs eləməyinə səbəb olur. Bunu özünüz də yoxlaya bilərsiniz. Avtomobilin dam hissəsindən, yəni qapısını açsanız və yelləsəniz, təkər tərəfdən gələn səsi stabilizatorun stoykasından, yəni sırğadan olduğunu bilə bilərsiniz. O səs isə nakонечникdən gəlir. Yəni gördüyünüz bu detaldan. Yəni bu da xarab olanda rulu sağa sola döndərdiyinizdə səs eləməyinə səbəb olur. Niyə görə? Çünki bu detal rulavoya gördüyünüz kimi bağlı bir detaldır. Yəni təkərləri sağa və istənilən istiqamətə döndərmək üçün ruslar buna tyaqa da deyir. Yəni dartmaq üçün. Dartıcı rol oynayır. Yəni bu səsi bu nakонечникdə verə bilər. Mütləq şəkildə öncədən P9-u yoxlatdırın. Sonra isə rulavoy kolonkada səs var ya yoxdur biləcəksiniz.